quru, hava və su üzərində üstünlüyün rəmzi bu Mercedesdir. 100 ildən çox tarixi olan bir əfsanə və o hələ də dünyanı təəccübləndirir. 1886-cı ildə Karl Benz dünyanın ilk avtomobilini patentləşdirdi. Onun həyat yoldaşı Bertha Benz yoldaşının gizli avtomobili 106 km sürərək cəmiyyətə sübut etdi ki, bu gələcəyin nəqliyyatıdır. O vaxt Gottlieb Daimler də öz mühərrikini inkişaf etdirirdi və bu iki ixtiraçı birləşərək 26-cı ildə Mercedes-Benz şirkətini yaratdılar. Avtomobil tarixində ilk hava yastıqlarını Max Mercedes-Benz icad edib. Həmçinin ABS əyləc sistemi və cruise kontrolu. 1954-cü ildə buraxılan 300 SL Goulding açılan qapıları ilə Hollywoodu fəxr etdi. C-Class isə elə möhtəşəmdir ki, onu ordular belə istifadə edir və 79-cu ildən bəri demək olar ki, dəyişilmir. Rəqiblər BMW və Audi. Amma avtomobil idmanında Mercedes hamını məğlub edir. Formula 1, 10 qat çempion, Le Mans, tarixi qələbələr. Rəqiblər var, amma Mercedes-Benz həmişə bir addım öndədir. Bugün Mercedes gələcəyin texnologiyasını təklif edir. 200 elektrik avtomobili 770 km məsafəni qət edir. Formula 1 mühərrikli AMG var. Avtopilot, süni intellekt, jestlə idarə etmə. Mercedes alıcını düşünən avtomobildir. Das Beste oder nichts.